Bugün sizlərlə dana ətindən bastırmanın, belə deyərdim ki, elə şapalağın hazırlanmasını bölüşürəm. Ətin üzərinə nazik doğranmış soğan, duz, pul biber, kəklik otu, limon suyu, duru yağ və yumşaq olmağını istəyirsinizsə ətinizin bir dilim kivi rəndələnir, əlavə olunur. Yaxşı-yaxşı qarışdırılır, bir gecə soyuducuda gözlədilir. Sizlər mütləq videoya baxa-baxa yaddaşa alın, yaxınlarınızla bölüşün və yorumlarınızı bizlərlə bölüşməyi unutmayın. Səhərsi gün başqa bir qaba duru yağ, pul biber, paprika, istiot, kəklik otu əlavə olunub qarışdırılır. Üzərinə təzə kartof əlavə olunur. Gecədən saxladığımızın ətin soğanlarını təmizləyib soba listinə yerləşdirilir. Ədviyyatlı kartofu da kənar hissələrinə yığırıq. Üzərinə yağlı kağızı isladıb əlavə olunur. Əvvəldən qızdırılmış sobada bişirilir. Artıq bizim yeməyimiz hazırdır. İstəyə görə yanına göbələk, acı biber, pomidor əlavə edə bilərsiniz. Səhifəni takip etməyənlər mütləq səhifəni takip alın. Yeni videolardan sizlər də xəbərdar olmuş olun. Hələlik.